Salam. Bugün sizinlə çox maraqlı, amma bir o qədər də mürəkkəb bir mövzuya baş vururuq. 1918-ci il Bakı döyüşü və Qafqaz İslam Ordusu. Bəli, salam. Həqiqətən də Qafqaz tarixində, xüsusən də Azərbaycan tarixində dönüş nöqtələrindən biri. Biz də bugün əlimizdəki akademik məqalələrə, ensiklopedik yazılara baxacağıq, görək o sənədlər bizə nələri deyir. Məqsədimiz, yəni o qarışıq dövrü, o döyüşün əsas tərəflərini, nəticələrini anlamaqdır. Elədir. Başlayaq kontekstdən. 1918-ci il. Rusiya imperiyası dağılıb, Qafqazda tam bir, qeyri-müəyyənlik hökm sürür. Hakimiyyət boşluğu var. Və Bakı bu boşluğun mərkəzindədir, eləmi? Neft şəhəri, strateji nüqtə. Tamamilə. Və çox gərgin bir mübarizə gedir. Bir tərəfdə mənbələrdə anti-Osmanlı, anti-müsavatçı qüvvələr kimi göstərilən qruplar var. Yəni Azərbaycanın müstəqilliyinə qarşı olanlar. Kimlər idi onlar əsasən? Əvvəlcə Bolşevik Bakı Soveti idi, Stepan Şaumyan başda olmaqla. Amma onlar devrildi. Sonra hakimiyyətə Sentrokaspi diktaturası gəldi. Bu da əsərlər, daşnaqlar, menşeviklər, belə bir qarışıq koalisiya idi. Aydındır. Deməli, Bakının içində vəziyyət çox qeyri-sabit idi. Bəs bu qüvvələrə qarşı kim mübarizə aparırdı? Bax, burada Qafqaz İslam Ordusu önə çıxır. Mənbələrə görə bu ordu Osmanlı hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb. Komandanı da Ənvər Paşanın qardaşı Nuru Paşa təyin edilib. Ordunun tərkibi necə idi? Yalnız Osmanlı əskərləri? Xeyr, əsasən Osmanlılar olsa da, xeyli sayda yerli Azərbaycan türkü, həmçinin Dağıstan müsəlmanları da qoşulmuşdu. Təxminən 20 min nəfərlik bir qüvvə. Bəs əsas məqsəd? Niyə yaradılmışdı bu ordu? Sənədlər deyir ki, əsas hədəf Bakıdakı türk-müsəlman əhaliyə qarşı zorakılığın, xüsusən də mart hadisələri kimi qırğınların təkrarlanmasının qarşısını almaq idi. Həm də, əlbəttə, strateji Bakı şəhərini nəzarətə götürmək. Amma Bakını müdafiə edənlər də tədbir gördülər deyəsən. O, Sentrokaspi diktaturası. Bəli, bəli. Onlar kömək üçün Britaniyaya müraciət etdilər və General Dunsterville'ın rəhbərliyi ilə kiçik bir Britaniya hərbi qüvvəsi Dunster Force Bakıya gəldi. Sayca az idilər, amma bu, məsələyə beynəlxalq bir rəng qatdı. Deməli, qarşı durma qaçılmaz idi. Hərbi əməliyyatlar nə vaxt başladı? Qafqaz İslam Ordusu 1918-ci ilin yayında, iyun-yul aylarında hərəkətə keçdi. Kürdəmir yaxınlığında Bakı Sovetinin qüvvələrini məğlub etdilər. Sonra sürətlə irəliləməyə başladılar. Hansı şəhərlər azad edildi o vaxt? Göyçay, Ağsu, Kürdəmir, Şamaxı, bu yerlər bir-birinin ardınca alındı və ordu Bakıya doğru yaxınlaşdı. Amma Bakını almaq elə də asan olmadı. Müdafiə güclüydü. İlkin hücumlar nəticə vermədi. Məhz bundan sonra Nuru Paşa Osmanlıdan əlavə qüvvə istədi. 15-ci və 36-cı diviziyalardan təcrübəli alaylar gəldi. Və bu əlavə qüvvələrlə son hücum başladı? Bəli. Sentyabrın 14-də təxminən 12 min Osmanlı Azərbaycan əskəri Bakıya hücum etdi. Qarşı tərəfdə isə, yəni Sentrokaspi və İngilislər, təxminən 8 mindən az qüvvə var idi. Döyüşün çox şiddətli keçdiyi deyilir. Xüsusilə erməni dəstələrinin ciddi müqavimət göstərdiyi qeyd olunur. Düzdür. Mənbələr bunun bir səbəbini mart hadisələrinin qısasından qorxmaları ilə əlaqələndirir. Çox gərgin, qanlı döyüşlər oldu. Təxminən 36 saat çəkdi. Nəticə? Sentyabrın 15-də Qafqaz İslam Ordusu müdafiəni yardı və Bakı ələ keçirildi. Ancaq qələbədən dərhal sonra, təəssüf ki, çox xoşa gəlməz hadisələr baş verdi. Zorakılıqlar. Zorakılıqlar. Yəni şəhər alınandan sonra. Bəli. Hətta Osmanlı zabitlərindən Xəlil Paşa öz xatirələrində yazır ki, şəhərə girəndə böyük zorakılıqların şahidi olub. Deyir ki, ermənilər Bakıya nəzarət edəndə müsəlmanlara zülüm ediblər, şəhər alınandan sonra isə müsəlmanlar qisas almağa başlayıb. Ağır məqamdır. Rəqəmlər barədə məlumat varmı? İtkilər ya da qurbanlar haqqında? Erməni Milli Şurasının sonradan hazırladığı bir hesabat var. Orada təxminən 8988 erməni mülki şəxsin öldürüldüyü iddia edilir. Amma bu rəqəmlər təbii ki, mübahisəlidir. Bəs komandanlıq, Nuru Paşa bu hadisələrə necə reaksiya verdi? Mənbələr nə deyir? Maraqlı bir detal var. İddia olunur ki, Nuru Paşa bir Alman zabitini deyib ki, qüvvələri bu qarışıqlığın qarşısını dərhal almağa yetmir, ona görə nizamı bərpa etmək üçün 48 saat gözləmək lazımdır. Bu vəziyyətin nə qədər xaotik olduğunu göstərir. Yəni, nəzarət etmək çətin idi. Sentyabrın 16-sında
Yəni, şəhər alınandan cəmi bir gün sonra Qafqaz İslam Ordusu komandanlığı çox sərt tədbirlər gördü. Qarət və qırğınların qarşısını almaq üçün 100-dən çox adam edam edildi. Həmçinin əsirlər də düşmüşdü yəqin. Bəli, döyüş nəticəsində xeyli əsir götürülmüşdü. Mənbələrə görə 1151 erməni, 383 rus, 4 Britaniya əskəri və 113 başqa millətdən adam əsir düşüb. Və bütün bunlardan sonra Azərbaycan Xalq Cümhuriyyəti paytaxtını Bakıya köçürdü. Elədir. Paytaxt Gəncədən Bakıya köçürüldü. Bu, Cümhuriyyət üçün çox böyük hadisə idi. Amma Osmanlı ordusunun Bakıda qalmağı uzun çəkmədi. Niyə? Çünki Osmanlı 1-ci Dünya müharibəsində məğlub oldu. 1918-ci ilin oktyabrında Mudros müqaviləsi imzalandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı ordusu işğal etdiyi ərazilərdən, o cümlədən Azərbaycandan geri çəkilməli idi. Deməli, Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdi. Bəli. Və Cümhuriyyət yenə də çətin vəziyyətdə yeni təhdidlərlə üz-üzə qaldı. Beləliklə, əlimizdəki mənbələrə baxdıqda görürük ki, Bakı döyüşü çoxqatlı bir hadisədir. Sadəcə bir hərbi əməliyyat deyil. Tamamilə doğrudur. Bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyəti üçün paytaxtın qazanılması idi. Digər tərəfdən isə çoxlu qurbanlar, faciələr, fərqli güclərin toqquşan maraqları. Çox mürəkkəb bir dövr. Osmanlıların getməsi isə regionda balansı tamamilə dəyişdi. Bəli, bu mənbələr həmin dövrün mürəkkəbliyini, insan talelərinə təsirini çox aydın göstərir. İndi isə yekun olaraq sizə bir düşünmə sualı. Təsəvvür edin, əgər Bakı döyüşünün nəticəsi fərqli olsaydı, ya da Osmanlı ordusu geri çəkilməsəydi, sizcə Azərbaycanın və ümumilikdə Qafqazın sonraki tarixi necə dəyişərdi? Maraqlı bir düşüncədir, elə deyilmi?